İş onu deyim ki, mən özüm əvvəl uşaqlıqdan futbolla məşğul olmuşam, 10 ilə yaxın. 10 ilə yaxın futbolla məşğul olmuşam. Bu müharibə bizdə başlayandan elə bir ki, futbolçu olmaq arzum biraz yarımsıq qaldı. Çünki torpaqlarımız müdafiəyə ehtiyac vardı deyənə, hamımız bir vətən oğulları kimi, mən də bir nəfər kimi getmişdim müharibəyə. Ona görə biraz yarımsıq qaldı arzum, amma 2018-ci ildə Azərbaycanda eşitdim, amputant futbol yaranıb. Elə bir ki, təzədən bir uşaqlığıma qayıtdım, cavanlığıma qayıtdım. Elə o vaxtdan qoşulmuşam həmən bu hərəkətə, hansı ki, indi Azərbaycan Milli Yığma komandası statusundadır. Özümə də çox böyük şərəf hissi ilə sayıram ki, mən buranın üzvüyəm. İnşallah bundan da sonra çalışacağım, daha da doğruldum buradakı əməliyyat, bütün əməyimi. Yəni, haradasa var, 5 il buradayıq inşallah. Yox, mən sağlam olan vaxtı oynamışdım, amma ayağımı itirəndən sonra ilk dəfə 2018-ci ildən başlamışam oynamağa, bəli. Cavan uşaqlar ki var, indi bu 2020-ci ilin müharibəsindən sonra ki, əl olurlar, bizə qoşulurlar. Gəlin, mən elə yaşımı soruşanda onlar üçün maraqlı gəlir ki, mən bu yaşda hələ də oynayıram. Çalışıram ki, öz bildiyim nəsə varsa onlara da öyrədim. Çox böyük məmnuniyyətlə qəbul edirlər mənim dediklərimi. Belə deyək də, haradasa komandanın biraz ruh, yüksəkliyi qaldırmaq tərəfi məndədir. Yəni, qardaşlarımız da bunu elə normal qarşılayıb, qəbul edirlər. Azərbaycanda öz şəhərimin klubun ən çox dəstəkləyirəm, Sumqayıt şəhərini. Amma belə beynəlxalq müstəvidə Real Madridi çox xoşlayıram.